Bir teyzat at daşqasıyla gəldilər xilafə yığışdı quvvəti də bu qədələri düzdüm səfə, özüm başladım Noha xanlığa. Yana yana oxuyam. Ya Ali oldun şəhid sən bu gecə. Ya Ali oldun şəhid budur oxuyam. Şiir oxuyam. Gördüm bir dana gədəni. Boynuna ip bağlayıblar. İlk kimin gətirirlər Mətidə. Döndüm dedim bu gədə kimdir? Dedilər noxoşdur. Dedim bu ya nəyə gətirmişsiniz? Apanı döhdüyə. Dedilər haza gözləri koydu. Gətirmişik gözləri asılsın. Dedim gədə iştibah gətirmişsiniz. Buna payadasız göz döhdü. Burada döhdü yoktur ki. Bunu gətirən xanım dedi ki, bəsin nədir İmam Hüseyin dökəyin? 2 dənə köy göz atan mısın? Bu Dundanın sözü məni tutdu. Dedim gədə düz deyil da. 17 ildir sinəm uymaqdan götümüz atılıbdır. 2 dənə göz atanmıyor. Gədəni paydıla bağladılar, mənbəyin qıtını. Gəldim uşaqlara dedim gədən, 17'li də yalandan sinəm uysan, indi mən ölüm, ürəkdən sinəm uyum. Bu gədənin gözləri atılsın, çıxaq sihtiyaq gedər. Abıyın xətəydən. Yalvan yaxay, mən ölüm ürəkdən uyum, mən ölüm ürəkdən uyum. 5-10 dəqiqə uyandan hoya, uşaqların birinə dedim ki, gədə getgöy o gədənin gözləri atılmayıbdır. Birdən atıla biz izafə buyarıq. Gədə getdi, gəldi, dedi, diyor, deyi atılmıyor. Uşaqlara yalvardım, mən ölüm 5 dəqiqə ürəkdən buyur. O sihtiyanın gözləri atılmıyor. Çıxaq gedə. 5 dəqiqədə bulay buydular. Bir Dubai'ye ödüm gittim bu gədənin yanına. Dedim oğul, mən yayınsı bu heyətim. Gözlər